Əziz bilgələr, bu dəfə sizə dərs izahımızda 19-20-ci əsrdə dövlətlərarası münasibətlərdən, daha sonraki videoda isə Birinci Dünya müharibəsindən danışacağıq. Birinci növbədə dövlətlərarası münasibətlərdən söhbət edəndə, orada deyirik ki, 19-un əvvəllərində yenidən gündəmə gəlmiş bir şərq məsələsi var idi. Şərq məsələsinin özü 18-ci əsrdə 2-ci Yekaterina tərəfindən tərtib edilmişdi. Əsası Osmanlı dövlətinin bölüşdürülməsi, xüsusilə də Qara Dəniz ağalığı uğrunda mübarizə və boğazlara nəzarət üstündə idi. 19-cu əsrdə həmin məsələ yenidən gündəmə gəlir və digər Rus hökmdarları bu məsələni icra etməyə çalışırlar. Ona görə də biz keçən dərslərimizdə keçdiyimiz 1-ci Nikolayın dövründə 1853-56-cı illərdə baş vermiş Krım müharibəsindən burada yenidən danışırıq. Krım müharibəsi dedik ki, Osmanlı ilə Rusiyanın arasında baş vermişdi. Krım müharibəsinin nəticəsində yekunda Osmanlı qalib gəlmişdi. Osmanlının qalib gəlməsinin səbəbi bir sıra dövlətlərin onun müttəfiqi kimi müharibəyə qoşulmağı idi. Hansı dövlətlər idi bu? Deməli, Fransa ərazisində yerləşən, bu ərazidə yerləşən Fransa, bu ərazidə yerləşən Böyük Britaniya, bir də Sardiniya adası var, bu əlindən göstərdiyim hissədə. O da Sardiniya krallığı idi. Bu üçü Osmanlı müttəfiq kimi müharibəyə qoşulur və axırda Paris müqaviləsi imzalanır. Ümumiyyətlə, bu müharibənin və müqavilənin ayrı-ayrı nəticələri var, onları öyrənməliyik. Rusiya üçün məsələsinin nəticəsi olmuşdu ki, Rusiyanın Qara Dənizdə donanma saxlamaq hüququ əlindən alınmışdı. Bir də 1871-ci ildə bərpa edilir bu hüquq. Eyni zamanda Rusiyanın Qara Dəniz sahillərində möhkəmlə planları puça çıxmışdı. Osmanlı üçün nəticəsi olmuşdu ki, Osmanlı özü qalib dövlət kimi çıxsa da bu müharibədən öz tarixində ilk dəfə olaraq xaricdən borc almışdı. Bu da onun üçün mənfi xüsusiyyət idi. Amma burada məsələn müharibəyə qoşulan Fransa və İngiltərə üçün müsbət idi. Çünki öz hakimiyyətlərini Balkanlarda və Qara Dəniz ərazilərində möhkəmləndirə bilirlər. Həmçinin Osmanlı arasında üzərində nüfuzları artır. Paris müqaviləsinin şərtinə görə isə Qara Dənizə donanma belə deyək ki, daxil etmək ləğv olunur. Qara Dənizin limanları yalnız ticarət gəmiləri üçün açıq olur. Heç bir deməli dövlət bura hərbi donanma elə ki yerləşdirə bilməz. Krım müharibəsindən sonra bu adı nədir? Şərq məsələsi yenidən davam edir. Yəni növbəti bir Osmanlı-Rusiya müharibəsi baş verir. Bunu da növbəti dərsimizdə keçmişik, əvvəlki dərsimizdə keçmişik. 1877-78-ci illərdə baş vermişdi və yekunda San Stefano yaxud Yeşilköy müqaviləsi imzalanmış, yəni Yaşıl kənd. İndi bu San Stefano müqaviləsinin o birisi dərsin içində də qısaltmışdılar, amma biz bəzi nöqtələr var, onları qeyd etməliyik. Məsələn, San Stefano müqaviləsinin şərtləri bəzi dövlətlər üçün uyğun deyil idi deyə bir Berlin konqresini çağırırlar. 78-ci ildə Almaniya ərazisində çağırılır. Almaniyanın da paytaxtıdır Berlin. Almaniya ərazisində Berlin konqresi çağırılır və Berlin konqresinin qərarına görə artıq San Stefanoda fərqli mənzərə çıxır ortaya. Məsələn, San Stefanoya görə bunu müqayisələri soruşuram. San Stefanoya görə Qars ərazisi Rusiyaya verilməlidir. Bir də Krım müharibəsində bayaq onu demək yadımdan çıxıb ki, Krım müharibəsinin nəticəsində hər iki tərəf işğal etdiyi ərazilərdən çıxır. Yəni müharibədən əvvəlki vəziyyət bərpa olunur. San Stefanoya görə isə Qars Rusiyaya keçir. Amma Berlin konqresinin qərarına görə Qars, Batum, Ərdahan Rusiyaya keçir. Mən sizdən sorursam ki, hansı ərazidir ki, həm San Stefanoya görə, həm Berlinə görə keçmişdir Rusiyanın nəzarətinə, deyəsiniz Qars. Sonra Osmanlının ərazisində məsələn Rumeli, Makedoniya torpaqları, Bəyazid ərazisi qaytarılır. Bu San Stefanoda yox idi. Berlin konqresində Osmanlının qazandığı bu idi. Məsələn, Berlin konqresində bir sıra qərarlar var. Tutaq ki, Berlin konqresinin ümumiyyətlə çağırılması İngiltərənin, Avstriyanın, Fransanın təzyiqi ilə həyata keçirilmişdir. Elə bundan sonra da həmin dövlətlərlə Rusiya arasında münasibətlər pisləşir. Berlin konqresinə görə mən sorursam ki, Avstriya, Macaristan hansı ərazini götürmüşdü öz himayəsinə? Siz deyəsiniz Bosniya. Yaxud yerini sorursam, tərsinə desəm, deyəsən Bosniyanı Avstriya, Macaristan götürmüşdü. Burada işarələnmiş Kipr adası var. Kipr adasını Böyük Britaniya icarəyə götürmüşdü. Berlin konqresinin qərarına görə 3 dənə dövlət müstəqillik qazanmışdı. Bu dövlətlər hansılar? Serbiyadır, Çernogoriyadır, bir də Rumıniya. Mən sorursam, bəs hansı dövlət idi ki, həm San Stefanoya görə, həm Berlin konqresinin qərarına görə müstəqillik qazanır? Bu Rumıniyadır. Rumıniya ərazisində burada göstərik, Qara Dəniz sahilində yerləşən və əlimlə göstərdiyim bu ərazini əhatə eləyir.
Məsələn, eyni zamanda Bolqarıstan Berlin Konqresinə görə Osmanlıdan asılı knyazlığa çevrilmişdi. Bolqarıstan da burada göstərir paytaxtı Sofiyadır. Türkiyənin indiki sərhədi, o da Qaradəniz sahilində yerləşən bir dövlət idi. Eyni zamanda Berlin Konqresində artıq bayaq qeyd etdiyim kimi Rusiyanın bu dövlətlərə qarşı bir düşmənçilik hissi oyanır. Berlin Konqresi keçiriləndə Rusiyada hökmdar 2-ci Aleksandr idi, Osmanlıda 2-ci Əbdülhəmid idi hakimiyyətdə. Və Berlin Konqresinin qərarlarına görə müstəqilliyi dedim, və qaytarılan ərazini dedim, himayəyə götürülən ərazilər dedim, sübut edir. Berlin Konqresi də bu qədərdir. Biz artıq 19-cu əsrin ikinci yarısında dövlətlər arası mübarizədə Almaniyanın gücləndirilməsinə yer verməliyik. Elə Almaniya dərsində söhbət elədiyimiz kimi Otto von Bismarck Prusiyanın baş naziri kimi, yəni Prusiyanın baş naziri olduğu dönəmi soruşsam, Otto von Bismarck'ın, siz deyəsiniz ki, 1862-dən götürsək, 1870-ə qədər. Çünki 70-dən etibarən artıq Prusiya olur Almaniya krallığı, yəni Almaniya imperiyası. Bismarck dediyim kimi birləşdirmə siyasətində keçmiş ətraflı ki, məsələn Danimarkanı məğlub edib, Polşa, Şlezviqə ələ keçirir. Sonra Avstriya ilə Sadova döyüşünün adını qeyd ediblər burada 1866-da. Avstriyanı bir tərəf edir, ondan sonra gəlir nəhayət çıxır Fransa ilə müharibəyə. Fransa ilə aralarında müharibənin nəticəsində 71-ci ilin deməli yanvarın 18-də köhnə kitabla desək, Versal, təzə kitabla desək, Frankfurt müqaviləsi imzalanır. Frankfurt müqaviləsinə görə 5 milyard təzminat verməlidir Fransa Respublikası Almaniya imperiyasına, bura fikir verir. Çünki Fransa dərsinin içində düz ətraflı danışmışam, amma bu ifadəyə fikir verir. Fransa imperiyası verir desə, ifadə səhvdir. Elzas-Lotaringiyanı verməli idi. Bir də ki, şimal ərazisi təzminatın böyük bir hissəsi verilənə qədər keçirdi Almaniyanın nəzarətinə. Artıq Almaniyanın güclənməsi, yəni birləşdirilməsi Avropa bazarları uğrunda mübarizədə İngiltərənin qarşısına yeni bir düşmən kimi çıxır Almaniya və burada tərəflər arasında istər burada, istər başqa ərazilərdə də mübarizələr gedir. Məsələn, müstəmləkələr uğrunda mübarizələr gedir. Ümumiyyətlə, Böyük Britaniya 19-cu ikinci yarısında biz keçən dərslərimizdə demişdik ki, Hindistanın işğalını 1856-da başa çatdırır, Çində öz yarım müstəmləkəsinə çevirir və belə olduğu dövrdə o həmçinin məsələn Əfqanistan ərazisi uğrunda Rusiya ilə mübarizə aparır. Burada Rusiyaya məğlub olur. Amma 19-cu 80-ci illərində Osmanlıdan Misiri qopardır. Eyni zamanda onun Avropadakı rəqibi hansı dövlət idi? Soruşsam, sizdə Avropadakı rəqibi əvvəlcə Fransa idi, sonra Almaniya olur. İndi Almaniyanın birləşməsinin nəticəsində köhnə rəqiblər arasında artıq ittifaq yaranır. Bu da gedir Antanta və Üçlər İttifaqının yaradılmasına. Məsələn, biz burada danışanda, birinci danışaq elə Üçlər İttifaqının yaranmasından. 1879-82-ci illər aralığındadır. Avstriya, Macaristandır, Almaniyadır. Sonra da İtaliya qoşulur. Ərazisini də göstərək xəritəmizdə. Deməli, Almaniya bu ərazini əhatə edir, İtaliya bu ərazini əhatə edir. İndi Avstriya burada yerləşir, amma əvvəl belə dövrdə böyük bir ərazini əhatə edir bu hissənin təqibi. Bu üç dövlət birləşirlər və bir şey də deyim ki, Otto von Bismarck'ın əsas siyasətindən biri təcrid etmə siyasətidir. Fransanı təcrid edir. Təcrid etmə nə deməkdir? Digər ölkələrlə əlaqəsini kəsmək və onun özünə qapalı olmasına şərait yaratmalıdır. Və sizdən sorursa ki, nə zaman Otto von Bismarck'ın bu təcrid etmə siyasəti uğursuzluqla nəticələnir, yaxud aradan qalxır, siz deyəsiniz 1894-cü ildə Fransa ilə Rusiya arasında müqavilənin imzalanmağı ilə. Dolayısıyla bu da Antanta tərəfinə gedir. Üçlər İttifaqı buydu. Antantanın indi 1894-cü ildə Rusla Fransa arasında müqavilə imzalanır. 1904-cü ildə Fransa ilə İngiltərə arasında, 1907-də isə İngiltərə ilə Rusiya. Və burada biz nəyə qeyd edirik? 19-cu əsrin əvvəlində yaxud 1904-cü ildə Fransa ilə İngiltərə arasında imzalanan müqaviləyə görə bir-birlərinin ərazi işğallarını tanıyırlar. Fransa Böyük Britaniyanın Misirdəki ağalığını tanıyır, Böyük Britaniyada Fransanın Mərakeşdəki ağalığını tanıyır. Bu hissədə yerləşir Mərakeş. Bir-birlərinin ağalığını tanıyırlar, səmimi saziş bağlayırlar və artıq dünya dövlətlərini gətirib təhvil verir Birinci Dünya müharibəsinə qədər. Biz bir də danışıq orada Balkan müharibələrindən. Əslində bunu da Osmanlı dərsinin içində söhbət eləmişik. Ümumiyyətlə 20-ci əsrin əvvəlində bir böhran baş vermişdi, 1900-1903-cü il böhranı. Bu böhrandan sonra dünya dövlətlərinin əksəriyyəti girir bir-birinə.
Çünki böhranlardan sonra əsasən müharibələr başlayır. Çünki iqtisadi zəmində məsələn yeni ticarət belə deyək ki, bazarı, xam mal mənbəyi aşkarlayırlar, yaxud axtarırlar, əldə etmək istəyirlər. Buna görə müharibələr başlayır. Amma biz San Stefanodan danışanda axırıncı səfər dedik ki, bayaq Berlin konqresindən dedik, Bosniya və Hersegovina Avstriya-Macarıstanın himayəsinə keçmişdi. Amma burada belə bir hadisə baş verir ki, 1908-ci ildə Avstriya-Macarıstan Bosniyanı özünə birləşdirir. Mən sorsam ki, hansı hadisədən istifadə edib özünə birləşdirmişdi? Sən deyəsən ki, Rusiyanın başı qarışmışdı. 1905-7 inqilabına Osmanlıda gənc düşləri. Onların başlarının qarışmağına istifadə edərək həmin ərazini birləşdirir özünə. Birləşdirən onsuz da himayəsində sadəcə götürür tamam. Və indi isə gəlib çıxırıq 1-ci, 2-ci Balkan müharibəsinə. 1-ci Balkan müharibəsi dedi ki, 1912-13-cü illərdə, 2-ci Balkan müharibəsi 13-cü ildə baş vermişdir. Məsələn, bunu qeyd edək. Yazaq London. 2-ci Buxarest. Balkan müharibəsinin belə ki 12-ci ildə Balkan dövlətləri, hansı dövlətlər daxil idi bura? O gün hədəfin belə deyək ki, imtahanında düşmüşdü bura ki, Balkan dövlətlərindən hansı Balkan İttifaqına daxil deyildi. Bu Rumıniya idi. Məsələn, bura Serbiya daxil idi, Çernogoriya daxil idi, Yunanistan daxil idi, Bolqaristan daxil idi. Bunlar birləşirlər Osmanlıya qarşı, Rumıniya qoşulmur bu ittifaqa. Və tərəflər arasında axırda London sülhü imzalanır. London sülhünə görə Osmanlı Ədirnəni də itirir, bir dənə Şərqi Trakiya ərazisi qalır, qalan hamısını itirir. Amma sonra Makedoniya ərazisinin bölüşdürülməsi uğrunda bu Yunanistanla Bolqaristan arasında problem yaşanır. Müttəfiqlər arasında yəni. Və 2-ci Balkan müharibəsi baş verir. Yəni 2-ci Balkan müharibəsi Osmanlıya qarşı deyildi. Sadəcə Osmanlı da burada olan boşluqdan istifadə edib, qoşulur müharibəyə və onun nəticəsində deyir, Ədirnə ərazisini geri qaytara bilir. Onun nəticəsində 2-ci Buxarest müqaviləsi imzalanmışdır. Əziz abituriyentlər, bu videonun bu hissəsində artıq beynəlxalq münasibətlərlə qısa tanış oldunuz. Ola bilər bəzi nöqtələrin üstündən test keçmişəm, çünki bu dərs onsuz da bir icmal dərsi idi. Bu icmaldır demək olar. 19-20-ci əsrin əksər dövlətlərindən hərəsindən xırda-xırda burada danışır, onsuz da hər dövlətin içində geniş danışmışıq. Əsas dərs 1-ci Dünya müharibəsi dərsidir. Siz də bu videonu bəyənirsiniz, gedib oxşarlıqlar layihəsini qeyd edib götürürsünüz. Sonra da əlinizi qoyursunuz qulağınızın dibinə yatırsınız. Qabaqdan imtahan gəlir, elə şey vezinizə almayın. 1-ci Dünya müharibəsində tam paylaşacağım ki, 1-ci, 2-ci hissə problemi ilə qarşılaşmayasınız bu il. Hələlik.